Belki də ilk dəfədir kimsə bu videonu izləyir, ümumiyyətlə ilk dəfədir görür məni sosial şəbəkədə. Onlar üçün çəkirəm, çünki əksər izləyicilərim bilir. Bu oda davamlı kraskanın özümüz sınaqdan keçirmişik. Bax, bunun üstünü görürsünüz, bunun üstünə rastvarterdə dağılıb, bunun üstünə kraskada dağılıb. Amma altdan vurduğumuz oda davamlı kraskada özümüzdə işlədirik bunu. Bunu özümüzlə dəfələrlə işlətmişik. Yəni, görürsünüz, üstü heç nə də olmuyor üstü. Yəni, pas belə yoxdur. Bu həm pasa davamlıdır. İndi pasa deyəndə düz biz bunu yağışın altında saxlamırıq. Sexdədir, nəmişlikdə zətdə qalır, amma paslanmır. Eynən də bunlar həmin kraska ilə vurulur. Yəni problemi olmuyor da. Bunu indicə kraskaladıq. Şu. Kiməsə lazımdırsa manqallara oda davamlı kraska vurulmaq istəyirsə, cəmisi 10 manat əlavə edirik. Ölçüsünə fərqi yoxdur. Yəni istəyir bu boyda olsun. Düzünü buna biraz fərqli olur. Bu 130-da, amma 120-yə qədər, bu 135 səhv eləmirəmsə. Amma 120-yə qədər altında bax o olsa belə, yəni qiymətdə fərq etmir. Cəmisi 10 manatdır. Bax bunlar hamısı 10 manata rəng edirik oda davamlı kraska ilə.